Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz əziz yoldaşlara və sirdaşlara salam ərz edirəm. Biz sizinlə milli düşüncədən, milli hikmətdən danışırdıq. Əzizlər, milli düşüncə milli hikmətdən çıxar. Milli hikmətin də içində fəlsəfə olar, irfan olar, hikmət olar, elm olar, hünər olar. O zaman ki bir millət eləyə bildi bu mərifətləri milliləşdirsin, demək olar milli məktəbə əl tapa bilər. Biz keçmiş həftədə Telegramda yazdıqlarımızın özetini sizinlə istəyirik paylaşaq. Biz milli fəlsəfədə Farabinin düşüncəsini açıqlayırdıq. Orada Mədini Cahilədən danışırdıq. Mədini Cahilənin fərqli siniflərindən, Mədini Kəramiyyədən danışırdıq. Kəramiyyəni həman ya timokrasi demək olar bir Mədinə idi ki, şövkət və kəramət axtarırdı. Şövkət və kəraməti bu Mədinə hər nə qiymətlə istirdi ələ gətirsin. O ki Farabi onu kəramiyyəni gətirir qoyur Mədini Cahilənin içində. Buna görə idi ki, kəramiyyə gəlirdi, ədalətdən eşiyə çıxırdı, hər nə yolla istirdi neynəsin, kəramətə və şövkətə əl tapsın. Yeni dünyada timokrasi şövkəti istilahlara və kələmələrə çatdırıbdır. Kələmələr vardılar çox həyəcanlı və çox dəhşətli. Terrorizm adıyla eləyə bilirlər bütün millətlərin müqəddəratına geçsinlər və orada neynəsinlər, öz güclərini göstərsinlər. Timokrasi Ərəstunun düşüncəsində fərqli idi. Ərəstu demək olar ki, onu bir növ malikiyyət saları görürdü. Yəni o yerləri ki, yəni o insanlar ki, çox yerləri var idi, onlar eləyə bilirdilər siyasətdə, neynəsinlər, müşarikət eləsinlər. Amma Əflatun belə düşünmürdü. Farabi də belə düşünmürdü. Hər halda biz onu neynədik, açıqladıq və siz orada neyləyə bilərsiniz, onu geniş oxuya bilərsiniz. Sonralıqda gəldik, biz milli dil və ədəbiyyatımızdan danışdıq. Öz o ədəbiyyatımızda dedik ki, bir dövrlərdə Azərbaycan və Türkistanda bu ədəbiyyat neynədi, inkişaf elədi. Böyük bizim şairlərimiz var idi ki, hətta demək olar ərəb şairlərin içində də bunlar güclü şairlər oldular ki, bunlar türk idilər, ədib idilər. Xətibi Təbrizi kimi, Musa Şəhəvat kimi bir dənə insan. Sonralıqda gəldik o Nizaminin bir şeiri ki var idi, Pedər bər pedər mərmərə Türk بود که هر یک به نیرو یکی گرگ بود. Bəziləri dedilər ki, bu şeir qondarma bir şeirdir. Biz bunun əsnadını çıxartdıq ki, xanım Nuşabə Araslı demək olar o qədimi nüsxədən onu Nizaminin İstanbulda onu çıxartmışdı və onu birinci dəfə yaymışdı ki, bu şeir elə Nizaminin öz şeiridir. Biz öz milli ədəbiyyatımızda həm dilə, həm öz ədiblərimizə neynirik orada, baxırıq və onlardan yazırıq. Gələcəkdə biz Fuzulinin qəzəllərindən, Nəsiminin qəzəllərindən, Əmirəli Şiri Nəvainin qəzəllərindən orada neyniyəcəyik, şərh edəcəyik. Sonralıqda gəldik biz milli hikmətdən danışdıq. Dedik ki, milli hikmət demək olar ki, bir hakimiyyətə və həkəmiyyətə yol açır. Türklər illər boyu dini hakimiyyət qurmayıblar. Bunların hakimiyyəti ümumiyyətdə laik ya sekular olubdur. Hala mən bu istilahdan çox istəmirəm ki, yararlanam. Amma çünki bizim öz içimizdə elə faydalı və bəhrəli istilahlar vardır ki, biz ondan eləyə bilərik ki, yararlanaq. Türklər üçün bunlar o ədalətə ummul fəzail gözlə baxırdılar. Yəni bütün düşüncələri ədalətlə ölçürdülər. Deyirdilər ki, hakimiyyət əgər bir düşüncəyə ağnasa, ya getsə bir düşüncəyə, ya bir dindən, ya bir dildən, ya bir ideolojidən, ya bir məktəbdən
himayət eləsə, o neynir? Ədalətdən çıxırdı. Ona görə bu ədalət məfkurəsi eləyə bilirdi dinlərin içində, dillərin içində, məktəblərin içində, ideolojilərin içində bunlara neynəsin? Bir özgürlük qazandırsın. Biz dedik ki, Qutadğu bilikdə haqq kələməsi gəlibdir. Təbii haqdan söhbət gedibdir. Yəni 1000 il bundan öncə türklərin içində təbii haqdan söhbət gedir. Halbuki siz baxsaz bunun haqqın demək olar o tarixinə baxsaz görürsüz qərb dünyasında 400 il bundan öncə demək olar o Grosswitz bir Hollandlı bir siyasətçil olaraq 1645-ci ildə o Savaş və Barış kitabında ona neynir? İşarət eləyir ki, biz bir təbii haqdan da neynəməliyik? Danışmalıyıq. Ondan sonradır ki, Canlaq gəlir o toplumsal müqavilələrdən danışır. Canlaqdan sonra Kant gəlir, o bir para azadilərdən söhbət eləyir. Ondan sonradır ki, Montesquieu gəlir Ruhul Qəvanində deyir ki, biz demokrasini şərq dünyasına top tüfəylə aparmalıyıq. Bunlar adam olan deyirlər, bunlar təvəhhüşdə yaşayırlar. Biz bunları zorla adam eləyək. Bu Montesquieu'nun sözləri idi. Sonralıqda gəldik, biz milli İslamla danışdıq. Milli İslamda İqbalın o məruf bir şeiri vardı ki, deyirdi ki, دنبال کسی باش که دنبال تو باشد این گونه اگر نیست به دنبال خودت باش. O insan İqbal çox düşünən insanıdır, bir filsuf insanıdır. Bu biz demişdik ki, demək olar köməklik elədi. O Muhammed Ali Cenahla birlikdə müsəlmanları Hindistandan ayırdılar və bunlar bir müstəqil, bağımsız demək olar ölkə yaratdılar. Pakistan adındakı təkcə ölkədir ki, demək olar həstəyi, در واقع atomi bir bombası vardır. O əsasda o İqbalın o düşüncələrinə dayanırdı ki, İqbal hey deyirdi ki, get özünü tap, özünü axtarcınan, özlüyünü axtarcınan. Biz o milli İslamda demək olar dedik ki, bizim iki cür bir baxışda İslamımız ola bilər. Bir İslam-ı şuubidir, bir İslam-ı qeyri-şuubidir. İslam-ı qeyri-şuubi İslamı o təbii vəziyyətində qəbul edir. İslam-ı şuubi bütün İslamın varlıqlarına bir toğyan yaraldır. Yəni onu qəbul edən. Bu İslam-ı qeyri-şuubinin içində İslam-ı türkü var, İslam-ı ərəbi var, İslam-ı məsələn Malayi vardı. İslam-ı şuubi ümumiyyətdə İslam-ı farsi, məcusi, hindi, səlibi, masoni bir növ İslamdır ki, در واقع bizim içimizdə də onun qərb dünyası və batı dünyası neynir? Çalışır ki, yaysın. Hər halda türklər İslamı o ortaq qavramlar əsasında qəbul elədilər. Azərbaycan görürük ki, Azərbaycandır, Dərbənddir, Qafqazdır. Bunlar 22 hecridə demək olar fəth olunur. Qafqazın bir para yerləri var idi ki, əcib işlərdəndir ki, bunlar İslamı qəbul eləmədilər, amma cizyə də vermədilər. Yəni İslamın qanununda belə bir şey yoxdur. Ya müsəlman olardın, ya müsəlman olmadın, qalardın, cizyə verərdin. Bir para türklər neynədilər? İslamı qəbul eləmədilər, cizyə də vermədilər. Niyə? Bunlar o Yəhudi türklərin qabağında neynədilər? Bundan saxlaşdırdılar və xəlifə də belə bir qərara gəldi. Hər halda İslam innəməl müminun ixvə ilə başladı. Yəni İslamın o böyük başçıların içində heç qovmiyyətlər arasında fərqlər yox idi. Amma bir para hakimlər bələn ki, hakimiyyətləri bu aşağı səviyyədə saxlasınlar. Onlar bir para təbizlərə neynidilər? Əl vururdular ki, biz görürük ki, şuubiyyənin orada işləri bu əsasda neynir? Gəlir ikinci xəlifəni terror edir. Dördüncü xəlifəni də terror edir. O Təbəqatul Kubra kitabında, Əl-Murid kitabında, Tarixul Həzarətil İslamiyyə kitabında ümumiyyətlə bunlar işarə edirlər ki, İbn Mülcəm həman o Bəhmənidir ki, nə mənədir, İsfahanlı bir Yəhudidir ki, o gəlir neynir? Xəlifəni terror edir. O əsasda şubiyyə özünə görə bir dənə məktəb yaraldır. Yəni bütün sahələrdə vurud eləyir. Hər hardada ki, gücü çatmayanda orada deşnədən, qılıçdan, terrordan neynir? Yararlanır. Biz o Qələy Ələmut kitabını oxusaq ki, Fransavilər və şuubi mərkəzi o kitabı yazıblar. Orada görürük ki, şubiyyədə nə qədər güc vardır. O əsasda Türkü İslamla
Farsi Məcusi İslamın fərqləri vardı. Hətta bundan baxışıqlarını da bizim faslların içində Eydi Ömər Koşan vardı. Əslində Ömər Koşan kəlməsi Farsi kəlmədir. Yəni türklərin içində yoxdur. Bunlar İsfahan bir para yerlərində yığışardılar, qırmızı paltar geyərdilər, bir para gülməli, yüngül ədalar çıxardardılar və Ömərin ölməyini neyniyərdilər, ikinci xəlifənin ölməsini neyniyərdilər, şənliq eləyərdilər. Bu da biz o milli İslamın müəllifələrindən neynirik orada açıqlırıq və danışırıq. Sonralıqda biz gəldik nə mənədir? Elmin metodolojisindən danışdıq. Elmin metodolojisində biz Əbu Reyhan Birunini açıqladıq və orada dedik ki, Darvinizmi ki, Qərbdə mətrəh oldu, Darwin onu çıxartdı, təkamül ənvada, tənazuy bəqada, bəqa əslətdə. Bunun hamısı nə mənədir? Birunizmdən çıxırdı eşiyə, yəni Biruninin demək olar düşüncəsindən idi ki, bunlar hətta Qərbin, Batı dünyasının öz içində də bir paralar düşünürdü ki, bəli, bir tarixdə belə bir oğurluq vardı. Məsələn, Jack Rankin Cody o 1919-cu ildə ki, anadan olur və o bir dənə kitab yazı Sərqəti Tarix adında. Məsələn, bu cür şeylərə neyniyib, baxır ki, tarix nə mənədir, oğurlanıbdır. Sonralıqda gəldik, biz milli hökmdarlıqdan danışdıq. Milli hökmdarlıqda biz türk silsilələrini orada neynirik, araşdırırıq ki, Qacariyədən başlamışıq. Qacariyə eyni elə bir, deyə bir nəfər yatdı şeytanı yuxuda gördü. Gördü şeytan çox gözəldir. Getdi, yaxınlaşdı, dedi ki, axı sən niyə belə gözəlsən? Dedi, elə əvvəldən belə gözələm. Dedi, axı sənə belə pis bizə nəqqaşlıq eliblər, görsədiblər. Dedi ki, bərəndə oxtan bixişan əz biheşt, əzanəm bikin mini qavran zeşt. Mən bunların o dədələrin Həzrəti Adəm olaraq onlar beşdən eşiyə atmışam. Qələm də düşüb bu adamın əlinə, bu da məni pis neyniyir, nəqqaşlıq eləyir. Ona görə Qacar da düşübdü Şubiyyənin əlinə. Və Şubiyə neyniyir, bunu nəqqaşlıq eləyir. O Xacə Tacdarı ki, Zəbiyullah Mənsuru o portresini çəkibdi. Orada baxanda da görür ki, bu adam nə qədər çindiş avər bir nəqqaşiyə və rəsmə orada əl vurubdu. Hər halda Ağa Məhəmməd xan bu cür bir insan deyildi. Ağa Məhəmməd xan ən birinci budur ki, Ceyran xanımın oğluydu ki, onda at minməkdən əlavə, ox atmaqdan əlavə Qur'an oxumağı da neynidilər, bunlara öyrədirdilər. Alimlərə ehtiram qoymaq, İslama ehtiram qoymaq, ərağı, şərabı yasaqlamaq, alimlərə tövsiyə edir ki, tiryəkin əleyhinə siz moizə eləyin ki, millət müxəddir çəkməsin, tiryəkə düşməsinlər. Özü ayaqlarını girdi Məşəddə İmam Rızanın ziyarətinə. Çoxlu kitablarda vardılar ki, məsələn, Rozətü Səfada gəlibdi, ya Rıza Quli Xan Hidayət deyibdi ki, Ağa Məhəmməd xan bir muhtəqid bir adamıdır. Orucu, namazı tərk olmazdı, gecələr durardı, ibadət eləyərdi. Çox zahidanə yaşayardı, fəqiranə yaşayardı, qənaət eləyərdi bu insan. Bu insanı ki, bir dənə həkim olaraq, bir arif olaraq, özü də əhli kitab olaraq tədrişin yanında fəlsəfə öyrənmişdi bu adam. Ondan sonra İbn Tufeylin bütün əsərlərini oxumuşdu, çox əlaqəsi vardı. Yəni mən cürətlə deyə bilərəm ki, kimsə İranda İbn Tufeylə Ağa Məhəmməd xan kimi işrafı yox idi. Bu adam nə mənə idi, gəlir, eləyə bilənməzdi, qan töksün, eləyə bilənməzdi, göz neynəsin, kör eləsin. Kirman o zaman bir dənə kənd idi olaraq demək olar. Sonralıqda biz gəldik nə mənədir, milli irfandan danışdıq, türkün mitolojisindən, suya baxımlarından danışdıq ki, su nə mənədir, o su əsası həyatıdır. Sami usturələrinin qoyduğu ortalığa ki, İnna cəəlna minəl mai kulli şeyin həyyin. Qur'an da bu cür baxırdı. Türklər də bu cür baxırdılar ki, hər şey nə mənədir, sudan qaynaqlanırdı. Və axların, çayların hər özünə bir adı vardı. Məsələn, Araz çayı ilə Azərbaycan türklərindən ötürüydü. Bunlar neynirdik orada? Açıqlayırdıq ki, həyat nə mənədir ki, Qutadğu bilişdə dirilik suyu ondan ad aparılırdı. Biz bundan açıqlayırdıq və deyirdik ki, birdən Mövlananın düşüncəsində su gəlir, su o şaman düşüncəsinə və türkün əqlaniyyətinə və məfkurəsinə dayanan bir dənə sudur. Oradan gələk düşünək ki, suyu Mövlana nə cür işlədirdi. Abra abiz ku miranədəş orada məsələn işlədirdi. Sonralıqda biz Təbriz məktəbindən danışdıq və dedik ki, Təbriz məktəbi babalar yurdudur, pirlər yurdudur və Mövlana deyirdi ki, به سوی خطه تبریز چه چشمه آب حیوان است کشاند دل بدان جانب به عشق چون kənəb mara. Eyni bir tənab kimi, bir ip kimi yapışıbdır bizim ürəyimizdən, çəkir Təbrizə sarı. Niyə ki, Təbrizdə babalar və pirlər yurduydu. Baba Fərəc, Baba Burhan, Baba Yəhya, Baba Abdin, Baba Mənsur, Baba Sabir və çoxları. İnşallah ki,
Gələn bölümdə bunu yeni də sizinlə paylaşacağıq. Sağ olasınız, var olasınız.